Bismillah, elhamdülillah. Həqiqətən ağıllı adam şeirin sonunu korlayan uşaq kimi sonda təntiyən yox, mahir bir sənətkar kimi öz işini axıra kimi səbirlə görən və işin sonunda daha da ciddi cəhdlə çalışandır. Bəyən biz bilirik ki, Ramazanın bu son saatlarında nə qədər cəhənnəmdən azad edilənlər var? Bəlkə biz də onların sırasındayıq. Yaxud bilirik ki, neçə nəfərə uca Allah öz razılığını, cənnətini hökm eləyəcək bu son saatlarda və ya dəqiqələrdə. Ona görə böyük alimlərimizin dediyi kimi, hər bir ibadətin sonunda istiğfar münasibdir. Həmin ibadətdə, həmin əməldə yol verilən nöqsanların bağışlanmasına bir səbəb kimi. Həmçinin namazın sonunda salamdan qabaq, namazın lap sonunda salamdan qabaq dua münasib olduğu kimi, əksər ibadətlərin sonunda dua münasibdir. Bəndə ibadət boyu çalışıb uca Allaha daha çox yaxınlaşdığı və ibadətin sonunda dualarının müstəcəb olma ehtimalı daha çox olduğu üçün. Ona görə əziz qardaşlar, diqqət eləyək, Allah Subhanahu və Teala Bəqara surəsində həcc əhkamlarından bizə bəhs elədiyi ayələrdə nə buyurur? Ayələrin tərcümələrini oxuyuram. Allah Azze və Cəllə deyir ki, Ərafatdan qayıdarkən Məş'ərul Haramda Allahı zikr edin. Sizi doğru yola yönəltdiyinə görə onu yad edin. Sözsüz ki, bundan əvvəl siz azmışlardan idiniz. Sonra insanların gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanma diləyin. Şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir. İbadətlərinizi bitirdikdə isə atalarınızı yad etdiyiniz kimi, hətta ondan da daha qüvvətli şəkildə Allahı yad eləyin. Və əziz qardaşlar, özümü və sizi dəvət eləyirəm ki, Ramazanın son günlərində və ya son saatlarında, hətta son dəqiqələrində bu dəqiqələri, bu saniyələri qənimət bilək, uca Allahı daha çox öyüb ona təriflər deyək, şükür əlaməti olaraq bizə böyük mövsümü yaşatdığı üçün onu daha çox zikr eləyək, şiddətlə zikr eləyək və bu mövsümdə yol verdiyimiz nöqsanlara görə Allah Subhanahu və Teala'dan bağışlanma diləyək, istiğfar deyək və Allah Subhanahu və Teala'ya daha çox yaxınlaşmış olduğu ehtimalı ilə Allah Subhanahu və Teala'ya son məqamda daha çox dua eləyək. Ramazanın son günündə və ya son günlərində mümkün mərtəbə hətta bütün işlərimizi bir kənara qoyub Allah Subhanahu və Teala'na daha şiddətlə zikr eləyək, istiğfar eləyək və dua eləyək.